Mr. President, why Europe stayed silent for almost 30 years and 1 million of displaced Niyə Azerbaycan Avropa people Qarabağ from və Karabakh and Ermənistanı Armenia tərk is etməyə actively məcbur speaking qalan now 1 milyon on behalf of Azərbaycanlı haqqında Armenia? 30 Do ilə you yaxın think Europe susub. can be a neutral İndi də mediator Avropa after that? Ermənistanın adından çıxış edir. Sizcə bundan sonra Avropa neytral vasitəçi kimi qala bilərmi? Agenda is very clear. This is prosperity, stability, security. Avropa İttifaqı neytral vasitəçidir, çünki qurumun gizli gündəliyi yoxdur. Bizim gündəmimiz çox aydındır. Rifah, sabitlik və təhlükəsizlik. Bu birinci məqamdır. İkincisi, 3 il əvvəl vasitəçiliyə başladığımızdan bəri bu sahədə irəliləyiş əldə etmişik. Biz əsirlərin mübadiləsində konkret və nəzərə çarpacaq nəticələr əldə etməyi bacardıq. Mina xəritələrinin mübadiləsində müəyyən irəliləyiş var. Sərhədlərin delimitasiyası ilə bağlı birgə işləməli olan 2 sərhəd komissiyasının fəaliyyətə başladığının şahidi olduq. Biz çox səmimi və dürüstlük. Biz başa düşürük